Bugün aktual bir mövzu var. Ölkədə də aktuallaşıb, dünyada da məncə aktual bir mövzudur. O da müəyyən təkfirçi cərəyanların, radikal təfəkkürlü insanların fəallaşmasıdır. Və artıq ölkənin də gündəmində ən əsas mövzulardan birinə çevrilib. Məncə dünyada da bugün müsəlmanların narahat edən ən əsas məsələlərdən biri olmalıdır. Mən bir daha bunu bugün qeyd eləmək istəyirəm ki, insan İslamın tarixinə baxanda görür ki, bu təzə məsələ deyil. Yəni bu elə İslam doğulduğu gündən, din doğulduğu gündən dinin əsas problemlərindən biri dini səhv başa düşən dindarlar olub, nadan dindarlar. Mən baxıram tarixə, görürəm peyğəmbərlərin və imamların ən əsas dərdlərindən biri bunlar olub. Bu təfəkkür insanlar olub. Məşhur hədislərdir, çox eşitmisiniz. Mən təzə söz danışmayacağım. Sadəcə bir daha diqqət üzüb məsələyə yönəltmək üçün bu mövzunu danışmaq istəyirəm. Peyğəmbərimizin narahatçılıqlarına mən baxıram. Dünyadan köçəndə nigaran gedir və deyir, iki dəstə belimi sındırdı. Birinci dəstə imansız alimlərdir. Çox təhlükəli bir dəstə insanlardır. İmansız alimlər. Elm çox böyük bir dəyərdir. Buyurur, alimin başqalarından üstünlüyü peyğəmbərlərin adi insanlardan üstünlüyü kimidir. Elm böyük bir dəyərdir dində. Amma iman olmazsa elmin yanında elm yükdən başqa bir şey deyil. Elmdən heç bir fayda yoxdur insan üçün. Cümə surəsində oxuyuruq elmsiz alimlər haqqında. Kəməsəlil himar yəhmilu əsfara. Buyurur ki, kitabla yüklənmiş uzun qulaq kimidirlər. Bunu Allah bu sözü deməsə mən bəlkə də deyərdim ki, burada Allah təhqir üçün demir, onun mahiyyətini açıqlayır. O adam ki, elminə əməl eləmir, elə bil bir uzun qulağın üstünə kitab yükləmirsən, ondan nə xeyir var ona? Nə qədər kitab, cild fəlsəfi kitabları yüklü onun belinə. O bilmir, öz çiynində olanın dəyərini bilmir. O adam ki, elminə əməl eləmir, Allah gözəl misal çəkir. Kitabla yüklənmiş uzun qulaq kimidir. Allah özü buyurur. Buyurur ki, elm sahibləri, hədisi qudsidir. Elm sahibləri və alimlərin danışdığı sözü qəbul eləmərəm. Allah da nəuzubillah sadəlif deyir ki, sözə aldansın. Danışdıqları sözü qəbul eləmərəm. Onların qəlblərinə və niyyətlərinə baxaram. Qəlbdə iman varsa, sözün qiyməti var mənim yanımda. Cəmaatı allatmaq olar gəlişi gözəl sözlərlə. Amma Allah deyir, mən sözə yox, ürəyə baxaram. Ya Əbazər Peyğəmbər buyurur, İnnəllâhe təbarəkə və teala la yənzuru ilə suvarikum və la ilə əmvalikum. Allah sizin üzünüzə, gözünüzə, malınıza baxmaz. Və lakin yənzuru ilə qulubikum və a'malikum. Qəlbə və əmələ baxar. Əvvəl qəlb, sonra əməl. Sözü danışırsansa sözün arxasında iman nə qədərdir, öz danışdığı və əməl nə qədərdir. Kəsdiyiniz qurbanların buyurur, əti qanı Allaha yetişməz. Qurban bayramında. Allaha yetişən sizin təqvavızdır, mənəvi durumunuzdur. Qəlbinizdə nə qədər iman var, o önəmlidir Allah üçün. Allah ümumiyyətlə qəlblərə baxacaq. İnsanın danışdığı sözə, oxuduğu kitaba yox. Danışandan, oxuyandan, eşidəndən sonra nə vəziyyətdəsən? Mənəvi durumun nədir? Qəlbin hansı vəziyyətdədir? Buyurur, hər kəs Peyğəmbər buyurur, elminə əməl eləsə,
saadət yolunda bu elmindən bəhrələnər. Hər kim əməl eləməsə, buyurur ki, ona peşmançılıqdan başqa heç nə qalmaz. Qiyamət günü ən çox peşman olan adam, hədisdə görmüşəm, elminə əməl eləməyən alimlərdir. 2 dəstə haqda görmüşəm. Bir də ki, qazanır, Allah yolunda xərcləmir. Hədisdə var. Qazanır, yığır, Allah yolunda xərcləmir. Özü ölür gedir. Onun varisi ki, kimə ki irs qoyub gedib, o Allah yolunda xərcləyir, onun malı ilə bu cənnət qazanır. Bu peşman qalır orada. Ki bu mal mənim idi, zəhmətlə mən qazanmışdım. Allah yolunda 1 manat da xərcləmədim. Həmin mənim qazandığım malla bu xərclədi. İndi gedir peyğəmbərlərin yanına. Özdə bir adam din yolunda sərvətindən keçsə, onun məqamı aşağı məqam deyil. O peyğəmbərlərlə məşhur olar. Çünki peyğəmbərlərin işinə dəstək verib. Həzrət Xədicənin nə qədər qiyməti var idi peyğəmbərin yanında. Allah nadir halda ola deyək ki, Cəbrailı göndərir. Deyir, mən Xədicəyə, Cəbrail deyir ki, ya Rəsulallah, sənə salam olsun və Allahın da salamını çatdır Xədicəyə. Allahın salamı. Gör, nə xoşbəxt insandır. Malını, sərvətini haqq yolunda xərcləyib. Bir də ki, elmini xərcləməyən insan, daha doğrusu elminə əməl eləməyən. Bu bizim üçün qorxulu bir məsələdir. Danışanlar üçün. Qiyamət günü biz bir-birimizlə görüşəcəyik. Təsəvvür eləyin ki, Allah göstərməsin. Ki, məsələn, mən neçə illərdir danışıram, baxam, görəm həsrətlə ki, siz mənim danışdığıma əməl eləmişsiniz, siz aparırlar cənnətə, məni cəhənnəmə. Gör, nə vəziyyətə düşər insan. Özü öz danışdığına əməl eləməyən insanlar, imansız alimlər, qiyamətdə ən çox peşman olan insanlardır. Və bunlar çox zərbə vurublar dinə. Belimi sındırdı Peyğəmbər buyurur bu insanlar. Bunlar çox zərbə vurublar. Bunlar cəmaata ağı qara, qaranı ağ kimi göstəriblər. Mənfəətlərinə uyğun şəkildə söz danışıblar. İmam Hüseyin ağanın ölümünə fətva verən imansız alim idi. Qətlinə fərman verən. Əvvəl o fətvanı hazırladılar ki, bu dindən çıxıb və qətli vacibdir ki, dini əsaslan İmam Hüseyni qətlə yetirsinlər. Və çoxdur bu tarixdə. Quranda da bunun misalı çəkilir. Bələm haqqında Quranda danışılır. Quranda danışılan adamlar təkcə bir fərd deyil. Bir, belə deyək də, necə deyim sizə, bir nəyisə təmsil edən, nəyinsə rəmzi olan insanlardır. Firon deyəndə zülm nəzərdə tutulur. Bir Firondan danışır, amma zülmün xüsusiyyətini açıqlayır. Bələm deyəndə ümumiyyətlə qiyamətə qədər olan əməlsiz alimlərdən danışır. Onun timsalında. Bu bir. İkincisi ki, daha çox bizim mövzumuza aiddir. Mən vaxt uzalmıram, tez yekunlaşdıraram. İkincisi, nadan abidlərdir. Nadan abidlər ki, ağılsız ibadət edən insanlar. Vay olsun bu insanların əlindən. Hansı məzhəbdən olursa olsun. Nadan insanların əlindən din evi viran qalıb. Tarix boyu belə olub. Heç bir fayda nə özü götürər, nə başqalarına xeyir verər.